Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar. Yanavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında zərərlə işləyən yeganə bank Bank BTB ASC olub. Bu ilin ilk 3 rübünün yekununda Bank BTB ASC-nin xalis zərəri 641 min manat olub. Qeyd edək ki, 4 ildir Bank BTB ASC zərərli işləyir. Belə ki, 2024-cü ildə bankın xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub. Lakin maraqlıdır ki, Bank BTB ASC maliyyə hesabatları ilə bağlı yaydığı xəbərlərdə zərər etməsi ilə bağlı məlumatları göstərmir. Bankın dünən 14 oktyabr 2025-ci il tarixində rəsmi veb saytında yerləşdirdiyi xəbərdə yazılır ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Xəbərdə xalis mənfəət olaraq qeyd olunan 2,3 milyon manat əslində bankın xalis mənfəəti deyil. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir. Məlumat üçün onu da bildirək ki, Bank BTB ASC-nin səhmlərinin 74,99% Mehdiyeva Nigar İsmail qızına, 19,1% Sadiq Rıza İsmail oğluna, 6% isə Mahmudova Tükəzbən ağa qızına məxsusdur. Bank BTB-nin əsas səhmdarı olan Nigar İsmail qızı Mehdiyeva, Prezident Administrasiyasının sabiq rəhbəri Ameyanın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rıza İsmailoğlu isə onun qardaşıdır. Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın Bank BTB ASC olduğunu açıqlayıb.